Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Keçən söhbətimizdə xatırlayırsınızsa, Hz. Musa aleyhissalamın həyatı barədə danışırdıq və qeyd eləmişdik ki, Firon öz xanımını, Hz. Asiya xanımı, Hz. Musa'nın dininə, tək Allaha iman gətirdiyinə görə işgəncə altında şəhid elədi. Və Firon artıq o qədər azğınlaşmışdı ki, öz ailə üzvlərinə, əzizlərinə belə tək Allaha iman gətirməyi bağışlamırdı və kəskin bir mövqe tutmuşdu iman əhlinə qarşı. İşgəncələr, təqiblər, təhdidlər artıq son həddə, dözülməz bir həddə çatmışdı. Buna görə də Hz. Musa'nın qövmü, Bəni İsrailin ağsaqqalları yığışıb Hz. Musa aleyhissalamın yanına şikayətə gəldilər. Quran-ı Kərim bu hadisəni Əraf surəsinin 129-cu ayəsində belə bəyan eləyir. Onlar Musaya dedilər, sən gəlməzdən əvvəl də, sonra da bizə əziyyət verildi. Həmin qövm bu sözləri ilə bildirir ki, yəni biz düşünürdük ki, sənin göstərdiyin möcüzələrin və sehirbazların məğlubiyyətindən sonra hər şey birdən-birə dəyişəcək. Bəs nə oldu? Heç nə dəyişmədi, əvvəlki vəziyyət yenə də davam eləyir. Bu əslində ilahi məsələlərdə Peyğəmbərə itayətdə olan səbirsizliyin göstəricisidir. İnsanlar bəzən elə başa düşürlər ki, Peyğəmbərlər bir dənə sehr eləməklə mi deyək, bunların nəzərində sehr, Peyğəmbərlər sehr etməz. Möcüzə etməklə, nəsə əlin tərpədməklə hər şey dəyişiləcək, hər şey olacaq yaxşı. Və bu günləri Hz. İmam Zaman aleyhissalamın zuhuruna da həmin cür baxış var. İnsanlar düşünür ki, biz heç nə eləməyəcək, ağa gələcək, əlin bir dənə filfili olacaq, çəkəcək başımıza, hamı olacaq ağıllı, hamı olacaq multimilyoner, hər şey dəyişəcək. Xeyr, elə şey yoxdur. İnsanlar özləri şərait yaratmalıdırlar. Zuhur üçün zəmin yaratmalıdırlar İmam Zaman gəlsin. Əgər möcüzə ilə olmuş olsaydı, bunu elə 1400 il əvvəl Peyğəmbər özü eləyərdi ki, indi İmam Zamana ehtiyac qalmazdı. Hz. Musa'nın da qövmü elə başa düşürdü ki, Musa aleyhissalam sehirbazları məğlub elədirsə, gərək hər şey dəyişilsin. Çünki bu adamlar həmişə gözləyirlər ki, kənardan kimsə onların yerinə iş görsün, onların yerinə vəziyyəti dəyişsin. Onlar bu gözləntilə idilər ki, Fironun məğlubiyyətindən sonra Misirin bütün var dövləti, hakimiyyəti onların əlinə keçəcək və Firon tamamilə aradan gedəcək. Lakin hələ ki Firon qalırdı, onun zülmü də əvvəlkindən daha çox davam eləyirdi. Bunlar da deyir ki, nə oldu? Əvvəl də zülm var idi, gəldin, möcüzə göstərdin, yenə də zülm var. Nə dəyişdi? Çünki səbirsiz adamlar idilər, təbii nəticələri, təbii səbəbləri yaratmaq istəmirdilər özləri. Ona görə də etiraz etməyə başladılar və hətta şübhəyə düşdülər Hz. Musa barəsində, özünkülər. Biz başqalarından danışmırıq, elə özünkülər şübhəyə düşdü. Əraf surəsi 129-cu ayədə onların bu sözünə cavab olaraq Hz. Musa aleyhissalamın belə dediyi bəyan olunur. Musa dedi, ümid var ki, Rəbbiniz düşməninizi məhv eləyib, sizi yeryüzünün varisləri etsin. Amma sonra sizin necə əməl elədiyinizə baxsın. Hz. Musa onlara başa salır ki, zalım üzərində qələbənin də müəyyən şərtləri var və onlar hazır olmadan Allah problemləri həll etməyə kömək eləməyəcək. Deyir, ümid var ki, Allah Rəbbiniz düşməninizi məhv eləsin. Çünki hələ ki yetişməyib o vədə, amma ümid var və sizi yer üzərinin varisi eləsin və onlara bildirir ki, nikbin olun, Allahdan ümidinizi kəsməyin. Sonra da ən vacib məsələni onlara bəyan edir ki, qalibiyyətdən sonra düşünməyin ki, başlı başına buraxılacaqsınız. Allah qalibiyyətdən sonra, Firon məğlub olandan sonra sizin sınaq dövrünüz başlayacaq. Allah sizi imtihan eləyəcək. Ki, siz indi qalib gəldiniz, Fironu məhv elədi Allah, indi sizi yer üzərinin varisi eləyib, görüm indi necə rəftar eləyəcəksiniz. Bu da o deməkdir ki, bəzən insanlar zülmə qarşı etiraz edirlər, mübarizə aparırlar. Lakin elə ki, zalıma qalib gəldilər və qüdrət keçdi onların öz əllərinə, özləri çevrilib o zalımdan daha beş-betər olurlar. Və bir çox siyasi inqilablar tarixdə məhz bu cür nəticələrlə
sonlanıb. İnqilabı eləyiblər zülmə qarşı. Məsələn, Sovet Bolşevik inqilabı Çar Rusiyasına qarşı idi. Rusiyanın Çar Rusiyasının istibdad rejiminə qarşı idi ki, güya yox elə Çar insanlara zülm eləyir, monarxiyadır, diktaturadır və s. və axır. Bəli, yıxdılar bu rejimi. Yerinə gələn rejim isə əvvəlkindən daha çox zülm elədi insanlara. Əvvəlkindən daha çox onları təqibə məruz qoldu. Milyonlarla insan məhv edildi. Yəni, zalimla mübarizə aparan özləri o zalimin atasına rəhmət oxutdurdular. Və elə adamlar hakimiyyətə gəldi ki, onlar bir göz qırpımında milyonlarla insanın qətlinə fərman verdilər. Belə şeylər çox olub. Allah da deyir ki, ola bilsin sizi varis eləyim, amma ki, sonra baxacaq, siz necə rəftar eləyirsiniz bununla. Gələcəkdə danışanda görəcəksiniz ki, Musanın dediyi bu söz nəyə görə idi. Deməli, artıq Firon və onun tərəfdarları azğınlığın son həddinə çatmışdılar və onlar indiyə qədər Allahın verdiyi nemətlərdən istifadə edir və düşünürdülər ki, nə etsələr belə, bu nemətlər kəsilməyəcək, həmişə yaxşılıq olacaq, həmişə bolluq, bərəkət olacaq, firavanlıq olacaq, keyf çəkəcəklər. Lakin getdikcə Allahın qəzəbi yavaş-yavaş hiss olunmağa başladı. Əraf surəsi 130-cu ayədə buyurur, biz Firon qövmünü qıtlığa, quraqlığa və məhsul çatışmamazlığına məruz qoyduq ki, bəlkə ayılıb nəticə çıxarsınlar. Beləliklə, Misir ölkəsi üçün ən çətin günlər başlayır. Onların ümumiyyətlə, Misir elə bir coğrafi ərazidə yerləşir ki, Afrikanın şimal-şərq hissəsində. Elə bir coğrafi ərazidir ki, ora. Onların həyatı Nil suyundan asılıdır, yağışlardan asılıdır. Nilin suyunun səviyyəsinin qalxıb yazılmasından asılıdır. Əgər bir neçə il ard-arda yağış yağmasa, Nilin suyu çöksə, bu Misir cəmaatının 50%-nin az qala ölməsi deməkdir. O dərəcədə onlar üçün yağış və Nil önəmlidir. Hətta 11-ci əsrdə, səhv etmirəmsə, 1049-cu ildə, dəqiq, yalan deyərəm rəqəmi, amma 11-ci əsr olduğu dəqiqdir. 11-ci əsrdə 3 il ard-arda Nilin suyu qalxmır. Bu İslam tarixi, hələ onda müsəlman idi artıq Misir, 1000 il bundan əvvəl. 3 il Nilin suyu qalxmır, getdikcə çökür, çünki Nil oynaq çaydır, gah qalxır, gah düşür. Təsəvvür edin, o qədər aclıq olur ki, cəmaatın içində. Cəmaat bir-birinin başlayır ətin yeməyə. Hətta o vəziyyətə yaranır ki, küçədə qız gəlin gəzməyə qorxurmuş ki, tutub cəmaat onları diri-diri yiyərmişlər. Bir dəfə deyir, xəlifənin nümayəndəsi dəvə ilə gəlir məscidə, cəmaat onu çırpırlar dəvədən yerə. Dəvəsini gözünün qabağında diri-diri yiyirlər. Gözünün qabağında, o qədər dərəcədə aclıq olan bir zaman olur. Yəni, Nilin suyunun azalması onların ölümü deməkdir. Allah da deyir ki, onları qıtlığa, quraqlığa və məhsul çatışmamazlığına məruz qoyduq. Bir neçə il ard-arda yağış yağmır və bunun nəticəsində onların əkin sahələri yanır, bar verən ağaclar yavaş-yavaş çoxsu quruyur və qıtlıq baş verir. Və bu məhz ona görə baş verirdi ki, Firon və ona Allah deyənlər başa düşsünlər ki, təbiətə hökm etmək, təbiəti idarə eləmək Fironun əlində deyil. İnsan çətinə düşəndə, niyə Allah onları çətinə saldı? Çünki insan çətinliyə düşəndə, maddi qüdrəti zəifləyəndə fitrən hiss etməyə başlayır ki, o Allaha möhtacdır. Onu bu vəziyyətdən çıxara biləcək tək varlıq Allahdır. Çünki ömrü boyu firavanlıq içində yaşayan insanlar getdikcə qəflətə düşürlər. Çətinlik olmasa həyatımızda bizim, biz qəflətə düşərik. Bilirsiniz, daim yaxşı, həyatın daim rifah içində olması insanı qəflətə salır. İnsan artıq Allahı unudur və öz mərkəzli olmağa başlayır. Elə bilir, hər şeyin mənbəyi özüdür. Elə həmişə belə olacaq və Allah yaddan çıxır. Allah çətinliklər yaradır ki, insan başa düşsün ki, Allah var. Ona görə də Zuhruf surəsi 51-ci ayədə buyurulur ki, Fironun dilindəndir bu ayə. Buyurur, Firon öz qövmünü səsləyib dedi. İndi baxın, indi bu ayəni oxuyuram sizə, biləcəksiniz ki, niyə görə Allah Fironu və qövmünü bu cür cəzalandırır. Firon öz qövmün səsləyib dedi, ey mənim qövmüm, Misir səltənəti, Misir mülkü mənim deyilmi? Bu çaylar mənim əmrimlə axmırmı? Məgər görmürsünüz? Məgər mən az qala bu düzəməlli danışa bilməyən bu zavallıdan üstün deyiləmmi? Həzrəti Musa nəzərdə tutur.
Deyir, bu zavallı var, bu az qala danışa bilmir. Çünki Həzrət Musanın dili bir qədər pəltək olur. Tam da sərbəst danışa bilməzmiş. Ona görə Həzrət Harun əleyhissalamı özünə köməkçi seçir ki, lazım olanda onun əvəzindən danışsın. Deyir ki, mən bu düzəməli danışa bilməyəndən üstün deyiləm. Özü iddiasına baxın. Çaylar mənim əmrimlə axmırmı? İndi axdı çaylar sənin əmrinlə. Allah onlara və o qövmə başa saldı ki, bu aylardan görür ki, ay Firon, sən ki özünü təbiətə hakim bilirsən. İndi zəhmət olmasa axıd çayı görüm necə axıdırsan. İlahi bəla bütün cəmaata sübut elədi ki, Firon adi bir insandır və Allahın müqabilində bir heç kimdir. Lakin nə Firon, nə də cəmaat ayılmadılar. Zuhruf surəsi ayə 54-də buyurur ki, Firon öz qövmünü axmaq yerinə qoydu, gic yerinə qoydu, alçatdı və onlar da ona itayət elədilər. Onlar fasik bir qövm idilər. Fikir verin Fironun metoduna. Öz qövmün alçaldır. Təfəkkür baxımından həmişə axmaq vəziyyətində saxlamaq istəyir. Çünki Firon və Firon bənzər insanlar həmişə bilirlər ki, nə qədər insanlar axmaq olacaqsa, onları idarə etmək o qədər rahat olacaq. Ağıllı adamları idarə etmək çətindir. Ağıllı adamlar zalım rejimlərə sərf etmirlər. Ağıllı insanlar hər zaman tağutlar üçün, diktatorlar üçün bir maniyədir. Çünki ağıllı insan düşünür, düşünəndə təhlil eləyir və düzgün olanı başa düşür. Onlar hər yalana inanmırlar. Ona görə də Firon cəmaatı axmaq yerinə qoyurdu həmişə. İstəyirdi cəmaat gic olsun, alçaldılsın, qürurları zəifləsin, düşünə bilməsinlər ki, o da rahat idarə eləsin. Əraf surəsi 131-ci ayədə buyurulur. Onlara bol nemət üz verdiyi zaman bu bizim haqqımızdır deyirdilər. Bir pislik, yəni çətinlik üz verəndə isə bu Musa və onun yanındakıların üzbatındandır deyirdilər. Bilin ki, onların uğursuzluqları Allah yanındadır, lakin onların çoxu bilməzlər. Deməli, Quran belə adamların durumunu iki cümlə ilə möhtəşəm izah eləyir. Elə ki, hər şey yaxşıdır, özlərindən bilirlər. Quran deyir, bu bizim haqqımızdır. Yəni, pul, dövlət, bolluk, firavanlıq bizim haqqımızdır. Amma elə ki, çətinliyə düşürlər, dərhal buna kənarda günahkar axtarırlar və əsla özlərində günah görmürlər. Yəni, bugün insanlar var, bolluk vaxtı heç demir ki, bu Allahın mənə lütfüdür. Elə ki, çətinliyə düşdü, deyir, qonşum mənə cadu eləyib, dostumun gözü dəyib, yəqin kimsə mənə qurt yağı sürtüb, pislik eləyib və s. və ilaxır. Çünki insan düşünə bilmir, demir ki, mən axı harada səhv eləmişəm ki, bu bəlalar başıma gəldi. Dərhal kənarda. Bunlar da deyirlər ki, Musanın və tərəfdarlarının niyabatlığındandır bu. Demirlər, biz səhv eləyirik. Deyirlər, Musa və tərəfdarlarının niyabatlığıdır. Bu, olduqca təhlükəli və mənəvi bir problemdir. Təhlükəli düşüncə tərzidir və mənəvi bir problemdir. Məsələn, elə ki, insan uğur qazanır, təkəbbür gəlir ona, artıq Allahı işin içindən çıxardır, Allahın verdiyi neməti görmür, özləri mühüm bilir. Amma elə ki, vəziyyət xarab olur, heç vaxt özlərini, problemi özlərində qətiyyən bilmirlər, həmişə kimlərisə onlara qarşı səhv iş görməkdə ittiham eləyirlər, bu uğursuzluğa səbəb olaraq başqalarını göstərirlər. Kənardan baxanda görürsən ki, sənin bu uğursuzluq var, səbəbin sən özünsən, filan vaxt attığın səhv addımdır. Amma yox, deyir, yox, filan kəs bizə qarşı səhv elədi, o birisi belə eləmişdi deyə belə oldu, qardaş, gəl o birisi bu birisini qoyaq bir kənara, hələ özümüzə baxaq. Öz attığımız addımların səhv nəticəsidir ki, bugün özümüzə qayıdır. İlahi xəbərdarlığı başa düşməyən adamlar həmişə günahkarı kənarda axtarırlar. Bunlar da belə, Allah xəbərdarlıq eləyir bəlanı. Bunlar başa düşməyə əvəzinə deyirlər ki, bu Musanın və tərəfdarlarının niyabatlığındandır. İlahi bəlalar çox zaman birdən gəlmir, tədricən gəlir. Əvvəl yüngülü gəlir, sonra bir qədər ağır, sonra lap ağır, sonra lap dəhşətlisi gəlir ki, viran qoyur. Allah da bunlara tədricən bəlaları başlayır göndərməyə. Lakin onlar dərs almadıqları üçün və əksinə daha da azğınlaşdıqlarına görə bəlalar durmadan, günü-gündən başlayır çoxalmağa. Deməli, bunlar bəlalardan dərs almaq əvəzinə gəlib Həzrət Musaya bilirsiniz nə deyirlər? Əraf surəsi 132-ci ayə. Musaya dedilər, sən bizi ofsunlamaq üçün nə möcüzə gətirsən də, yenə də sənə iman gətirən deyilik. Bu ayələrə diqqət edin, görərsiniz ki, onlar Həzrət Musanı ələ salırlar.
Və onun möcüzəsini, o ilahi ayətləri, ilahi nişanələri, onları ofsunlamaq üçün sehr cadu adlandırırlar. Beləliklə, Hz. Musa aleyhissalama qarşı Firon sisteminin bütün təbliğat maşını işə düşərək, onları sehirbaz olmaqda, Musa aleyhissalamı və qardaşını sehirbaz olmaqda ittiham eləyərək, bu sehirbazlıq iddiasını bütün Misir məmləkətinə, Musaya qarşı ümumi bir şüar kimi yaymağa başlayırlar. Çünki Musa aleyhissalamın möcüzələri üçün sehirdən, cadudan, ofsundan başqa münasib bir iftira tapa bilmirlər. Onlar bunun adını sehir qoyurlar. Musa ilahi nişanə göstərir, kör gözlərini açıb görmürlər ki, bu Allahın möcüzəsidir. Deyirlər, sən bizi ofsunlamaq istəyirsən, cadu eləyirsən. Biz sənə iman gətirən deyilik, xeyri yoxdur. Bu qıtlıq gəlib, bu da sənin sehrindir. Susuzluqdur ya, bu da sənin sehrindir. Hər şeyi bağlayırlar, gör Musa aleyhissalam bunlara cadu eləyir. Fikir verin, cadu eləyir. İndi də insanlar var. Allah başına bəla gətirir, deyir, mənə cadu eləyirlər. Allahın bəlasını sənə olunan cadu kimi bilmə. Çox insanların problemidir bu. Dəfələrlə bizə müraciət edirlər ki, deyir, mənim işlərim düz getmir, mənə cadu eləyiblər. O adama demək istəyirəm ki, sənin işin düz getmirsə, birinci bax öz əməllərinə. Gör, harada səhv eləmirsən, Allaha qarşı üsyan eləmirsən və yaxud səhvi bir kənara, bəlkə Allahın bir sınağıdır, imtihanıdır, səbirli ol. Ona görə də insan hər şeydə bir kənar müdaxilə axtarmamalıdır. İlk növbədə özündən bilməlidir. Bunlar da kənar müdaxilə. Həzrət Musanı səhv bilirdilər. Çünki batil həmişə belədir ki, özü gördüyü işi, özləri sehirbazdılar, özləri cəmaatı ofsunlayırlar. Amma öz gördükləri işi onlara qarşı gələn haqq tərəfdarlarının üzərinə yükləyirlər. Məsələn, tarixdən bir misal çəkim. Hz. İmam Hüseyin aleyhissalamı öldürən insanlar nə deyib öldürürdülər İmam Hüseyni və özləri kim idi? Özləri münafiq, dindən çıxan, xarici, alçaq, şərəfsiz, nə də söz var idi bunların içində. Amma İmam Hüseyinə nə deyirdilər? Deyirdilər, İmam Hüseyin dindən çıxıb. Xaricidir. Peyğəmbərin əleyhinə işləyir. Nə bilim, Peyğəmbərə qarşı çıxır. Peyğəmbər sünnəsinin əleyhinə çıxır və s. və ilaxır. Özlərinin, öz adlarını qoyurdular Hz. İmam Hüseyin aleyhissalam. Çünki batil belə işləyir. Özü, belə deyək də, alçağın, axmağın, rüşvətxorun dal ayağıdır, amma cəmaatı qınayacaq ki, siz beləsiz. Başqasını qınayacaq, düz adamı qınayacaq ki, sən beləsən. Çünki iftira həmişə işə yarayır, cəmaatı rahat inandıra bilirlər bəzən bu iftiralara. Ona görə də Firon və Firon tərəfdarları Hz. Musa aleyhissalama başladılar bu iftiranla təbliğat aparmağa ki, sən sehirbazsan, sən cəmaatı cadu eləyirsən, ofsunlayırsan. Beləliklə, Fironçular ilk xəbərdarlıqdan dərs ala bilmədiklərinə görə növbəti bəlalar gəlməyə başladı. Əraf surəsi 133-cü ayə. Uca Allah buyurur, biz onlara ayrı-ayrı möcüzələr olan tufan, çəyirtkə, həşərat, qurbağa və qan göndərdik. Bu ayədə gördüyümüz kimi onlar tədricən bir-birinin ardınca müxtəlif bəlalara üzləşirlər. Quraqlıq bitən kimi onların ölkəsini tufan bürüyür. Dağıdıcı küləklər məhv eləyir ölkəni. Nə ağaclar var yatızdırır, hər yeri toz torpaq bürüyür, onların əkdikləri və öyündükləri o bağlar, bağçalar hamısı viran qalır. Lakin yenə də başa düşmürlər, daha doğrusu gəlirlər Hz. Musaya deyirlər ki, tövbə eləyirik, sən Allah dua elə bu tufan dayansın. Musa aleyhissalam dua eləyir. Tufan dayanır, dayanan kimi bunlar yenə başlayırlar ki, bu sənin sehrin idi, biz düzük, elə biz Allahıq. İkinci dəfə bəla gəlir. İndi bəla nədir? Bu dəfə tufan bəlasını çəyirtkə bəlası əvəz eləyir. Məcmuul Bəyan təfsiri 4-cü cilddə qeyd olunur ki, çəyirtkələr onların salamat qalan, o tufandan salamat qalan bütün bağ-bağçasının, əkinlərinin, yarpaqların, yaşıl yarpaqların, təzə yarpaqların hamısını yiyib məhv eləyir. Hətta onların bədəninə belə hücum edir. Onları çəyirtkələr elə əziyyətə salırdılar ki, küçədə gedəndə fəryadları ucadan, uzaqdan eşidilirdi. Və yenə gəlirlər bu çəyirtkə bəlası zamanında Musa aleyhissalamın yanına ki, ya Musa, bir qələt eləmişik, başlayırlar Musa aleyhissalama təvəssül eləməyə ki, sən Allaha bizi dua elə, Allah bizə bu bəlanı bizdən götür, Allahın bizdən bu bəlanı götürsün. Biz dahi sənə bir söz deməyəcəyik, iman gətirəcəyik və s. və ilaxır.
Yenə bu bəla tükənir, yenə də başlayırlar öz hoqqabazlıqlarına. Bu dəfə isə tamam fərqli bəla gəlir. Bu dəfə çəyirtkələr gedir, yerinə həşəratlar gəlir. Bu həşəratlar da buğdanı, arpanı, ümumilikdə nə var, taxıl zəmilərini, onların hamısını məhv eləyir. Bəzi təfsirlərdə qeyd olunur ki, bu həşəratlar bit və biri olur. O hətta bit və birə çoxalır ki, artıq onların bədənləri yara salmağa başlayır. Bitlərin qaşınmasından bədənləri ləkə salır, qara ləkələr çıxır bədənlərinə, yara olur və s. və ilaxır. Bit və həşərat təhlükəsi, bu birə və s. təhlükəsi onları bürüyür. Yenə Musanın yanına gəlirlər bu həyasızlar. Yenə deyirlər ki, bizi xahiş edirik, dua ilə Allah bağışlasın, bir də daha eləməyəcək bu səhvləri və s. Güya peşmandırlar. Allah da son ana qədər fürsət verir. Uca Allah həmişə fikir versin, necə rəftar eləyir. Bəli, yaxşı, indi istəyirsinizsə bağışlanmaq, güya tövbə eləmək istəyirsiniz. Bəlanı saxladım. Saxlayan kimi yenə qayıdırlar öz küfürlərinə və ondan sonra yeni bir bəla onları bürüyür. O bəla nədir? Onların məmləkətini, evlərini, şəhərlərini, irili xurdalı qurbağalar basmağa başlayır. Hətta deyir, evlərinin içində yemək qazanını açanda belə içində nə qədər qurbağa görürlər. Ağızlarını açıb söhbət eləmək istəyirlər, ağızlarının içində qurbağa gelir. Yataqlarında qurbağa, hara üz döndərirlərsə qurbağa. Qurbağalar sel kimi elə bil bir yağışdır, yağıb bütün məmləkəti qurbağa bürüyür. Bunlar deyirlər ki, bu bitbirə bundan yaxşı idi, tufan bundan yaxşı idi. Çünki bəlalar getdikcə daha çoxalır. Və nəhayət ora çatırlar ki, artıq dəli olmaq həddinə çatırlar. Təsəvvürlüyündə üzvara döndərsən, qurbağa görürsən. İnsan nə vəziyyətə çatar? Qurbağanın da ki, vidi insanı bir qədər görüntüsü insanda ikrah yaradır istər-istəməz. Ona görə də qurbağa bunların həyatının ayrılmaz bir hissəsinə çevrilir. Yenə də gəlirlər Həzrət Musanın yanına ki, qurbağalar bizi yığıb boğaza, bir dəfə də daha qələt eləyirik, axırıncı tövbəmizdir bu bizim. Dol deyə belə adamlar. İndi də var. Gəlir bir dəfə tövbə eləyir, elə ki, vəziyyəti düzəldi, Allah ruzusunu yetirdi, çaşdı yenə. Sonra bir dənə Allah salır başına bir dənə daş, qulaqlarını sallada yenə gəlir məsədə. Sən Allah bir dənə mən tövbə eləyim, bir dənə qulaq as gör, düz eləyirəm, yenə tövbə eləyir. Getdi, yenə Allah imkan yetirir, yenə qudurur, yenə Allah bir dənə salır başına bir dənə daş, yenə gəlir qulaqlarını sallada, gedək nə olar Mir Mövsüm ağaya, nə bilim, ora, bura, bir dənə mən tezdən tövbə eləyim, nə olub ki, pul qurtarıb. Yenə tövbə eləyir, yenə... Və belə adamlar bu qövmün də tayıdırlar. Allah da belə hər cür insanları bəlalarla imtihan edir, amma Allah sona qədər fürsət verir də insana. Axıra qədər fürsət verir. Bunların da fürsətləri artıq tükənmək üzrə idi. Qurbağadan sonra daha təhlükəli bir bəla gəlir, qan təhlükəsi, qan bəlası. Allah icazə versə o qan bəlası nə idi? Onun barəsində inşallah gələn söhbətimizdə ətraflı danışacağıq inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.